Salam əziz abituriyentlər. Bugün sizlərlə subtropik musson və mülayim musson iqlim tiplərinin müqayisəsini aparacağıq. İlk növbədə subtropik musson iqlim tipinin xüsusiyyətləri və onun diaqramı ilə tanış olaq. Yuxarıda gördüyünüz qrafik subtropik musson iqlim tipinin grafikidir. Bu qrafikə diqqət yetirsək görərik ki, yay aylarında, yəni iyul aylarında temperatur müsbət 30 dərəcəyə qədər qalxır. Yəni yay ayları çox isti olur. Qış aylarında isə, yanvar, fevral aylarında isə temperatur 0 dərəcənin üzərindədir. Yəni 0 dərəcə ilə təqribi 5 dərəcə arasında dəyişir. Bu da o deməkdir ki, subtropik mussonunda qış ayları mülayim keçir. Yağıntılara fikir versək, ümumiyyətcə bilirik ki, musson iqlim tiplərində yağıntılar əsasən yay aylarında düşür. Və burada da iqlim diaqramına baxsaq, yağıntılar daha çox iyun, iyul, avqust aylarında düşmüşdür. Yəni maksimal yağıntılı dövr yay aylarıdır. Qış aylarında isə yağıntının miqdarı azdır. Ümumiyyətcə subtropik mussona orta illik yağıntıların miqdarı təqribən 900 mm-ə qədər düşə bilir. Burada yanvar ayının orta temperaturu 0-5 dərəcə arasında, iyul ayının orta temperaturu isə 25-30 dərəcə arasında dəyişə bilir. Subtropik musson iqlim tipinin yayıldığı ərazilərə nəzər yetirsək, bu ərazilər əsasən ABŞ-ın şərqində, yəni Atlantik okeanı sahillərində, Böyük Çin düzənliyinin şərq hissəsi Sakit okean sahillərində, Koreya və Yaponiya ərazisində yayılmışdır. Subtropik musson iqlimi əkinçilik üçündə əlverişli iqlim tipi hesab olunur. İkinci iqlim diaqramımız mülayim musson iqlim diaqramının xüsusiyyətlərini əks elətdirir və gəlin bu iqlim tipinin xüsusiyyətləri ilə tanış olaq. Qrafikdən göründüyü kimi yay aylarında, iyun-iyul aylarında temperatur müsbət 20 dərəcəyə qədər çata bilir. Yəni yay ayları nisbətən istidir. Qış aylarında isə temperatur, yəni yanvar, fevral aylarında temperatur isə sıfırdan aşağıdır. Yəni təxminən -10 dərəcəyə qədər düşə bilər. Bu da o deməkdir ki, qış ayları soyuq keçir və yağıntılar əsasən iyun-iyul, avqust aylarında, yəni yay aylarında düşmüşdür və yağıntıların təqribən orta illik qiyməti 600 mm-ə qədər hesab olunur. Mülayim musson iqlim tipinin yayıldığı ərazilər, mülayim musson iqlim tipi formalaşmışdır Rusiyanın Sakit okean sahillərində, Saxalin, Hönsü və Hokkaydo adalarının ərazisində formalaşmışdır. Ümumiyyətlə, subtropik mussonla mülayim mussonu fərqləndirmək istəyiriksə, ilk növbədə biz qış temperaturunu